Hər kəsə salam dostlar. Bugünkü səfərimiz Qəbələyədir. Qəbələnin gəzməli görməli yerlərini sizinlə birlikdə tanıyacağıq. Hazırsınızsa başlayaq. Videoya baxdıqdan sonra kanala abunə olmağı, rəy bildirməyi və bəyənməyi unutmayın. Hal-hazırda Nohur gölə çatmışıq. Nohur gölə girməyə çalışdıq, ancaq icazə olmadığına görə üst tuturuq 7 gözələ. Qubaya gedib gələndən bura hər həftə sonu çalışırıq ki, Qəbələyə gələk. Ancaq hava bizə imkan vermir ki, bir gün yağış yağır, bir gün dolu yağır. Ona görə də gəzintimiz təxirə düşür. Sonunda bir bazarım hava açıq oldu, günəşli oldu. Qəbələ ocağı. Burada da villalar var kirayə üçün. Qalmaq istəyən gəlib qala bilər. Bura nədir? Burada cəmaət gəlir. Kafeydir yəqin. Ancaq nə kafeysi? Adı yazılmıyor. Burada istirahət mərkəzidir. Burada sərin məkan. Buradan o tərəfə artıq maşın getmiş. Çatdıq. Burada kətə, qutab satılır. Burada belə bir maraqlı, yəqin ki quş üçündür. Gələncəyi var. Əsl kənd həyatı. Öz kəndimiz yadıma düşdü. Düzdür, bizim kəndimiz bu qədər belə dağılıq deyil, amma yaşıllığı görəndə hər dəfə öz kəndimiz, öz rayonumuz yadıma düşür. Bura gəlib Gələncəyə minməsəm olmazdı. Bura Tullu kafedir, amma 7 gözəl şəlaləsi qabaqdadır. Yəni istəyən durub burada çay da içə bilər, yemək də yeyə bilər. Təbii ki, istəyə bağlıdır. Biz indi 7 gözəl şəlaləsinə gedirik. Yollar əvvəl yağış yağdığına görə çox palçıqdır. Yuxarı qalxmağa çətinlik çəkirik biraz. Gördüyünüz kimi külək də ağacın budaqlarını qırıb töküb. Mən hələ düşünürdüm ki, pasonoşka geyinərəm. Ancaq nə yaxşı. Hələ bura gün düşmədiyi üçün artırılmır. Nə yaxşı ki, krasovka geymişəm. Yəni, bu yerlə getməyə çətin olardı. Üzü yuxarı qalxırıq. Biraz təngi nəfəs olmuşuq. Öyrəşməmişik. Gedənlər, gələnlər. Baxın nə qədər küləyin fəsadları olub. Ağaclar qırılıb tökülüb.
Hələ yuxarı getməliyik. Bir bax yazıb yuxarı. 7 gözəl şəlalə. Hələ üzü yuxarı. Hə. Mən üzə yoruldum. Gəl vermə. Burada böyle bir yer. Az qalıb artıq 7 gözəl şəlaləsinə gedirik. Vay vay güzellik. Kulaklar da Mamazov'dan Birleşik Şelale kimi Merhaba, adını eşitib özün görmədiyimiz 7 gözəl şəlaləsi. Videonu beğenip like etmeyi ve yazmayı unutmayın. Videonu beğenseniz biz de heveslənərik. Daha çok video gələr. Daha çok rayonlardan sonra ölkələr inşallah. Ben artık yoruldum. Yorulmaq yoxdur, pes eləmək yoxdur, davam edilir. Azərbaycanlılardan çox xaricilərdir hal-hazırda. Hindliləri görmüşük. Yapondu mu, Çindi mi bilmirəm, onlardan görmüşük. Şəlalənin yaratdığı burada bir var. Yoxsa burada tərdən istədiyin dayanmaq olmaz. Çox isti var. Çox. Baxmaq artıq çox zorlaşır. Başqa bir yəni. Gəldik ən maraqlısına. Hələ davam edir, yuxarıda da var. Buradan oraya da var. Hələ davamı varmış. Az qalıb. Sabırlı ol. Çok yüksekmiş. Ben hele bu kadar yükseğe kalkmamışam. Bu can bende yoktu. Yoruldum, çok yoruldum.
Deyəsən bu dəfə sondur. Sona gəldik, çatdıq. Əsas maraqlı hissəni indi göstərəcəm sizə. Ne güzel, ne güzel. Təəssüratların nədir? Sağlıklarım süper. Her şeyi koyduk kırağa. Bunları böyle hayatımızda istekte görmüşük. Ama bu şalalarının bu derece bana vurduğu müheyyi belki öz kondisyonel edebilirim. Çok güzel. Yaxşısan? Mən də az önce halım çok gitti. Çok halsızlaştım. Nefes alabilmiyordum. Soğuk ter geldi. Halsızlaştım. Şimdi biraz özüme gelmişim. Bir anlık ağlımdan geçti ki çıkmağa gücden çıkmışam. Düşmeye necə düşəcəm bir Allah bilir. Yani korktuğum taraf oldu. Ölüp kalsaydım burada beni taşımaya çətinliklə gəldim. Yine şükür özüme geldim. Şimdi yaxşıyam şükür. İnşallah ki sağ salamat düşə bilərik yaşam. Süper. Geldik de falan da gördük. Şimdi növbəti səfərimiz Bilmə yiyəcəyik. Oradan da yolumuz Pandağadır. Çox təəssüf ki, Noğur göl bağlı oldu. Müəyyən sərəflərdən hamınıza bildir edirəm. Amma çox yaxşı olardı evdə qoysaydı, təəssüf ki, olmadı. Qalsın növbəti bəkləyə, amma səfərlərimiz davam edir. Artık yavaş yavaş düşürük, geri qaydırıq. İnşallah ki halım pisləşməz. Nəyə görə? Çünki bura çıxandan artıq 2 dəfə halım pisləşdi. Mən oturmaq məcburiyyətində qaldım. Nə yaxşı ki, kənarda bir 3-4 dənə daş qoyublar ki, kimsə, yəqin ki, ona da özel olaraq qoyublar ki, kimisə halı pisləşəndə otursun. Biz artıq biraz çəkiliş eləmək çətin olur. Çünki insanlar da çıxır, düşür. Çətinliyi çəkir çıxanlar. Düşənlərdə bir problem yoxdur. Ancaq çıxanlar biraz çətinliyi çəkir. Çünki istər-istəməz yol dikdir. Pilləkənlər üzü yuxarı çıxırıq. Biraz da belə deyim, içi biz qarışıq. Şəhərdən gələnə də dağ havası biraz ağır gəlir. İnsanlardakı bu məcburiyyət hamısı kəlaləni görmək üçündür. İnanın ki, çox çətinliklə çıxırlar, çox çətinliklə. Yaşlılar hasa ilə belə çıxır da, yəni. Adam çoktu. Pilləkən çıxıb düşmək də çətin olduğuna görə insanlar yavaş-yavaş çıxır, düşür. Düşənlərə maneçilik öyrətməməyə çalışırlar ki, yəni yıxılma olmasın. Hal-hazırda mənim modum düşükdür. Həvəsim yoxdur. Həm özümün enerjim bitib, həm də telefonumun enerjisi bitib. Biləxanlar restoranını çox tərifləyirlərdi. Yəni tanınmış bir restoran olursa, biz də dedik gələk görək buranın ləzzətləri, təamları necədir? Salam aleyküm, salam aleyküm. Hakimler hoş geldiniz. Sabah getirdiniz. Buyurun gelin. İçərisi sərin.
Burada da uşaqlar üçün yerləncəyi qoyublar ki, valideynlər uşaqların da əyləncəsi üçün rahatlıqla istifadə edə bilsin. Bizim də əyləşəcəyimiz, oturacağımız kotecimiz budur. Restoranın menyusunu sizin üçün çəkmişəm. Burada qiymətlər kifayət qədər münasib və əlçatandır. Üstəlik yeməklərin keyfiyyəti də qiymətinə görə çox yaxşıdır. Videonu xüsusi olaraq yavaşladıb, hər bir yeməyin qiyməti ilə yaxından tanış ola bilərsiniz. Buyurun özünüz baxın. Suyun səviyyəsi biz gələndə aşağı idi. Ancaq indi birdən-birə yüksəldi. Deməli, bura yazılıb ki, Qəbələ şəhərində qazıntılar zamanı aşkar edilmiş qədimi küpdür. Bura isə Qəbələ xanlar muzeyidir. Gəlin yaxından tanış olaq. Burada nə var? Təklif və şikayətlər kitabı. Bunlar diridir görəsən, canlı olub içində doldurublar, yoxsa yalancıdır? Qəbələ Xanlar Muzeyi. Bu da bazardır. İçərisində bal satırlar. Bal. Gördüyüm, bildiyim qədərilə. Yəqin fərqli mürəbbələr də var. İndi isə gəldiyi Tufandağda kanat minməyə. Kanatın qiymətlərini sizin üçün qeyd eləmişəm. Deməli, 2 xətt bir nəfər üçün 20 manat, 4 xəttli isə 27 manatdır. Burada da bizə qeyd edirlər ki, necə gedib gəlmək lazımdır. Qeyd edim ki, hər stansiyada nəzarətçilər var və hər hansısa bir çətinliklə qarşılaşarsınızsa, rahatlıqla onlardan kömək istəyə bilərsiniz. Sərdə qapını dəyişməliyik. Gəlir. Orada qapılar aslan. Mənə artıq qorxu gəlir. Biraz silkələnir. Adamda bir qorxu hissi yaranır. Bilirsiniz, bana da ağlına nə gəldi? Donmuşlar. Bilmirəm, aranızda baxan olub ya olmayıbsan, baxmısan? Donmuşlar filmi. Yolun ortasında qalırlar. Qışın, belə deyim, ən dərin, ən ağır donmuş bir vəziyyətində, donuşluq olan bir vaxtda. Yolun ortasında qalırlar, vaxt tamam olur. Eyni oğlan orada dedi, satıcı, bileti bizə satan. O haqda danışdı ki, qalsanız gərək oradan taksi çağırasınız, neyniyəsiniz, vaxt çatmayacaq, 17:30-a qədər çatmalısınız. Keçidləri dedi, restləri dedi, bir anlıq ağlıma donmuşlar gəldi, mindikdən sonra da. Ya birdən ötürsə, birdən bizi bu kanatda bağlı saxlasalar, ya biz məcburiyyətdən qalsaq burada, elə bir anlar gəldi abla. Ona görə də biraz qorxu. İlk dəfə də kanata binirik. Xeyirlisi ilə inşallah. Deyir, insan pulu ilə əzilər və bizimki ondandır. İnşallah ki, dəyər gedib gəlməyə. Və deyərik ki, bunu da elədik. Biletlərimiz buradadır gördüyünüz kimi. Bir nəfər 27 manatadır kanata. Kanatda 4 xətt gedəcəyik biz. Yəni 4 dayanacaq. Ən sonuncu dayanacağa kimi davam edəcək bizim gəzintimiz. Sadəcə biraz narahat edən bizi odur ki, qarışıqlıq oldu. Yəni dayanacaqda, ən sonuncu dayanacaqda dayanmalı deyilik yəni biz.
Qaydanda artıq minib qayıtmalıyıq ki, vaxtında çata bilək. Çox qalmayaq orada. Vaxtımız çox getməsin. Dünya ayağının altında. Biraz pis fikirləşim. Mən zodda qoymaqlarda narazı. Mən 7 gözəl şəlaləsinə çıxıb halım itdisə, səncə burada necə olaram? Uzaqbaşı 7 gözəldən piyada düşmək çətin məsələ idi. Məni oradan kimsə sala bilməzdi. Amma burada uzaqbaşı qapı ilə açıb atarsan içəri. Arxadan yəqin ki görürsünüz. Normalda mən də hündürlükdən qorxamam. Hətta yüksək mərtəbəli binada pəncərədən aşağı baxanda bir anlıq alım itir, təzyiqim düşür. Ancaq nəsə bunda qorxmadım, bilmirəm, nə arxa yenilik var məndə. Uzaqbaşı düşüb öləcəyik də, yəni burada nə var ki? Burada da ayaq qırıldı, qol qırıldı da söhbət olmayacaq. Düşüb ölərik bir də mənim. Görün biz hardaydıq, hardan hara gəldik. Orada minmişdik də. Ancaq hal-hazırda bəlkə də videodan hiss eləmirsiniz, amma üz aşağı baxmaq artıq qorxulu gəlir insana. Çox qəribə bir formada çox pis yüksəkliyə qalxmışıq. Çox qorxulu bir his verir. Dünya ayaqlarının altında. Ay. Yox, həqiqətən də videoda hiss olunmur. Bu gərgin anlar. İlk dayanacağa çatdıq sonunda. İndi buradan düşüb digərinə minəsiyik. İkinci dayanacağa mindik. İndi davam eləyəsidir. Qapılar indi bağlanar yəqin. Da belə. Karşıda bizi restoran gözləyir. Rənglərin al-əlvanlığı, yaşılın tonları. Çox gözəl mənzərədir. Bu mənzərələri görmək üçün dəyər, amma həyəcanlıdır həqiqətən də. Çox həyəcanlıdır. Burada yaşayanlar da var. Bax evlərə. Sonuncu məntəqəyə gedirik. Üzü yuxarı gedirik. Demək olar burada az öncə göstərdiyim kimi çox yüksəkliyə qalxasıyıq. Bilinməz bir səbəbdən dayandıq. Bir anlıq içimizə qorxu düşdü, amma çox şükür davam edirik. Yenə üzü yuxarı. Mənzərəni göstərim sizə. Sonunda çatdı. 17:30 dedi bu. 17:30 kimidir qayıtmalısınız. Sonunda çatdı. Amma bir də bunun qayıtmağı var. Bir də bunun qayıtması var. Görək necə qayıdırıq. Bax, biraz baxaq, görək. Nə var, nə yox. Ondan sonra qayıdırıq.
Düşünürəm ki, dünyaya bir dəfə gəlirik və bir dəfə də olsa kanata binmək lazımdır. Bu həyəcanı yaşamaq üçün, adrenalin yaşamaq istəyən kanata minməlidir. Kanatdan düşdük, artıq vaxtında çatdıq, bağlanır. Biz də gedək. Gəzintimizi çox güman ki, burada yekunlaşdırmalıyıq. Düşünürdük ki, Qəbələndə gedək, ancaq artıq bağlanar Qəbələndə. Yəni saat 18:00 bağlanır hər yer. Çox güman ki, orada bağlanır artıq. Qəbələn bağlamadan. Yok, yok hele. Neçə olur bu? Saat? Saat efendim, saat bize 4'te çıkmış. Ha, indi yaz. Gedək oranı da çəkək. Oranı da görək. Burada Qəbələnd. Uşaqların sevimli məkanı. Qəbələ deyəndə ilk ağla gələn Qəbələnddir. Təbii ki, uşaqlar üçün. Burada da baxın qiymətinə. Şidrin üçün çəkirəm. Qolumuza belə bir qolbaq bağladılar. Qəbələndə giriş üçün bir nəfər 17 manatdır. Biz 34 manat ödədik 2 nəfər üçün. Ancaq ayrıca ödəniş etməliyik. Hansı atraksiyonu istəyiriksə, ona ayrıca ödəniş haqqı alırlar. Ola bilər ki, bizi balaca dostlarımız da izləsin. Ona görə də istədim. İçəri də girək, buranı da göstərim sizə. Qarşıda nə var? Çay olursa. Çay olsun da, hə. Burada balaca belə. Yəqin ki, çox güman ki, Qəbələnddə uşaqlarını gətirən valideynlər, bəzən də olur ki, müəllimlərlə gəlir uşaqlar. Burada oturur, dincəlir. Təbii ki, uşaqlar atraksiyona minəndə valideynlər də oturmalıdır. Çünki baxıram ki, hamısı uşaqlarla gələnlərdəndir. Kofe içmək istəyən, çay içmək istəyən. Biz də indi oturmuşuq burada, çay içək, sonra yolumuza davam edək. Qaydaq Bakıya. Bugünkü gəzintimizin sonuna gəldik. Ümid edirəm ki, videonu bəyəndiniz. Bəyəndinizsə kanala abunə olmağı, rəy bildirməyi və like etməyi unutmayın. Hələlik.